Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarına 20 metr məsafədə, marketə, marşruta yaxın ərazidə, demək, haradasa 3 sotun içində 3 otaq, 2 otaqda əlavə, cəmi 5 otaq olmaqla bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sonra qədər izləyin ki, vaxtında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Nəzərinizə çatdırıram, bax bu ev, gördüyünüz kimi, qapı darvazasıdır, giriş hissəsidir. Demək, həyətində ayrıca sanitar qovşağı var, bir dənə ətraflı çəkək. Sanitar qovşağıdır, gördüyünüz kimi, normal təmirlidir. Demək, hörmətli izləyicilər, bu ev hər tərəfli, hər formada yarayır. İstəsəniz, bunları ayrıca kirayədə verə bilərsiniz. Bax, buradan qapı açmaq olar, əvvəl qapısı olub, yenə də açıb təzdən İçsə belə 2 otaq kimi eləyib kirayədə verə bilərsiniz. Amma əlavədən burada nə bilim müəllim uşaq hazırlaya bilər, neysə belə çox şey yarır. Hətta əlavə yataq otaq kimi də istifadə eləmək olar. Yəni otaqlarda da hazır tikilisidir. Hörmətli izləyicilər, hərəsi bir 15-20 kvadrat, 20 kvadratdan çoxdur olursa, bu da hardasa bir 15 kvadrat olar, 3-5-ə. Evlər təmiri formadadır, təmiridir. Gördüyünüz kimi üstünə belə qəşəng ev sahibi bax belə çardaq yığıb, belə sərgəli səhmanlıdır. Evin üstün çox gözəl düzəldib. Keçən indi evin içi ilə də tanış olaq, hörmətli izləyicilər. Buradan daxil oluruq evin içinə. Girən kimi evin giriş hissəsidir. Gördüyünüz kimi, hörmətli izləyicilər, sona qədər izləyin, qiyməti sonunda deyəcəm. Demək, sağ tərəfdə bax burada bir mətbəx. Burada bir qonaq otağıdır, hörmətli izləyicilər. Gördüyünüz kimi, haradasa 16 kvadrat qonaq otağıdır. Burada 14-15 kvadratlıq bir yataq otağıdır. Pəncərələr damızı açıqdır. Evin içinə tam rahat işıq düşür pəncərələrlə. Burada bir yataq otağıdır. Bu da haradasa 14 kvadrat olar. Gördüyünüz kimi, taxtı qoyulub, toşa qoyulub. Hamısı yəni qaydasında. Evin yəni təmiri də təzə təmirdən çıxıb, yaşayışlı evdir, oturmuş evdir. Burada sanuzel hissəsidir. Sanuzeldə gördüyünüz kimi təmiri vəziyyətdədir. Hörmətli izləyicilər, yenə qeyd edirəm, yola çox yaxın, 20 metr məsafədə, marketə yaxın, marşrutlara yaxın ərazidə yerləşir. 3 sotun içində inşa olunub. 3 otaq ayrıca, 2 otaq da ayrıcadır. Cəmi 5 otaqdır. Kimlərsə evini satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlayın. Evin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçalı Əmlak səhifələrini taxib edirsiniz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Səhifəmizə daxil olursunuz. Orada hər qiymətə evlərimiz var. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın. YouTube'da da kanala girəndən sonra videolar bölməsi var yuxarıda. Oradan birbaşa daxil olub orada evləri izləyə bilərsiniz. Gördüyünüz kimi evin bütün təmiri qaydasında, həyət baca təmir, ev özü təmirlidir. Start qiymət 125 min start qiymətdir. Real alıcı olsa endirim olmaqla birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. 125 min start qiymətdir. Real alıcı olsa endirim olmaqla olacaq. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin. Allah